Salam dəyərli dostlar, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Qanun TV-nin efirində. Dəyərli dostlar, deməli diqqətinizə bir məsələni çatdıracağam. Bilirsiniz ki, ötən gün Sabirabad rayonunun Bala Həşimxanlı kəndində fərdi yaşayış evinin yanması nəticəsində 6 nəfərin yanıq xəsarətləri alması hamımıza məlumdur. Və hadisə səhərə yaxın saat 4 radələrində baş verib. Bilirsiniz ki, sosial şəbəkələrdə də bu geniş yayıldı və ailənin 6 üzvü yanıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirildi. Məsələ ondan ibarətdir ki, xəsarət alanlar dərhal Şirvan şəhər xəstəxanasına götürülsələr də, onların içərisində bir nəfər uşaq çox ciddi şəkildə deməli yanıq xəsarətləri almışdı. İndi deməli son aldığımız məlumata görə, şəxsən mənə verilən məlumata görə, indi həmin o məlumatı mən sizin nəzərinizə çatdıracağam. Bunu deməkdə mənim məqsədim var. O yüzden də deməli mən bunu sizin diqqətinizə çatdırmaq istəyirəm. Deməli əziz dostlar, bilirsiniz ki, həmin o evin, fərdi yaşayış evinin yanması nəticəsində az öncə qeyd elədim, 6 nəfər yanıq xəsarətləri alıblar və dərhal da Şirvan şəhər xəstəxanasına götürülüblər. Və onlardan 5 nəfəri deməli həkimlərin müdaxiləsindən sonra, həkimlərin müalicəsindən sonra ambulator müalicə kimi ev şəraitində müalicə olsunlar deyə evə buraxılıblar. Amma onların içərisində bir nəfər uşağın deməli vəziyyətinin kritik olduğu həkimlər tərəfindən bildirilir və yaxınları tərəfindən də mənə verilən məlumata görə uşağın vəziyyəti həddindən artıq kritik olduğu üçün, ağır olduğu üçün onu deməli dərhal Bakı şəhərinə götürüblər xəstəxanalardan birinə və elə fürsətdən istifadə edib buradan mən deməli Daxili İşlər Nazirliyinin hüquq mühafizə orqanlarına buradan mən öz təşəkkürümü bildirmək istəyirəm ki, onların da bu işdə çox böyük əməyi olubdu. Çünki həkimlər uşağın vəziyyətini kritik olduğu üçün onun qalmama ehtimalını da dilə gətiriblər. Amma sağ olsunlar ki, deməli hüquq mühafizə orqanlarının səyi nəticəsində uşaq xəstəxanaya yerləşdirilib. Məsələ, əsas məsələ nədən ibarətdir? Deməli, belə deyək ki, ağır vəziyyətdə uşağı Bakı şəhərində xəstəxanaya yerləşdirsələr də, artıq vəziyyət o qədər çətindir ki, bugün həmin ailənin maddi yardıma ehtiyacı var. Bilirsiniz ki, o insanlar evdən heç nə çıxarda bilməyiblər. Bir dənə çöp belə çıxarda bilməyiblər. Çünki yanğın hadisəsi səhərə yaxın saat 4-də baş verib, 4 radələrində baş veribdi. Ona görə də bilirsiniz ki, yuxunun şirin vaxtı, hamı yuxuda olubdu və ona görə də bax belə deməli hadisə baş verib. İndi əziz dostlar, mənim demək istədiyim nədir? İndi həmin ailə üzvlərindən, yaxınlarından birinin mənə etdiyi müraciətə görə mən şəxsən bu müraciəti özümə borc bilib buradan bu məsələni sizlərə çatdırıram. Bu məsələni ictimaiyyətin diqqətinə çatdırıram. Əziz dostlar, hal-hazırda həmin müraciətə əsasən deməli onlara həqiqətən də maddi yardımın edilməsi mütləq və vacibdir. Mən indi burada bax aşağıda gördüyünüz kimi deməli mən kart hesabını da paylaşacağam. Hansı ki o kart hesabı həmin ailənin ailə üzvlərinə aiddir. Mobil telefon nömrəsi paylaşacağam. Həmin o mobil nömrə həmin o ailə üzvlərinə aiddir və buradan müraciət edirəm şəxsən öz adımdan və əməkdaşlarım adından. Şəxsən buradan mən müraciət edirəm Azərbaycanın imkanlı şəxslərinə. Buradan müraciət edirəm Azərbaycanın xeyrsevər evladlarına, insanlarına, təşkilatlara müraciət edirəm buradan. İmkanı olan insanlara buradan müraciət edirəm ki, gəlin bu insanlara kömək eləyək.
kömək eləyək. Kim kömək eləmək istəyirsə, maddi yardım etmək istəyirsə, bax bu aşağıda gördüyünüz kart hesabına köçürmə eləyə bilərsiniz. Həmin telefon nömrəsi ilə əlaqə saxlayıb vəziyyətlə yaxından da tanış ola bilərsiniz. Ondan sonra uşağın harda müalicə almasına dair məlumatları da elə bax bu telefon nömrəsi vasitəsilə alıb uşağın özünü xəstəxanada da belə yoxlaya bilərsiniz. Amma yetər ki, gəlin bu insana, bu uşağa dəstək olaq, maddi yardım kömək eləyək, maddi yardım dəstəyimizi əsirgəməyək. Çünki bir çox çətin hallarda baxın, Azərbaycanın o xeyrsevər insanları, vətənpərvər evladları və bir sıra xeyrsevər insanlar belə məsələlərdə bu insanlara kömək və dəstək olublar. Mən yenə də təkrarən özümə borc bildim. Bax, bunu mən sizə tam səmimiyyətimlə deyirəm və bu məsələni şəxsən mən özümə borc bildim ki, ictimailəşdirək və insanların diqqətinə çatdıraq. Bugün kimin imkanı, kimin gücü nəyə çatırsa, bu insanlara yardım eləsinlər. Ən azından o uşağın sağalıb ailəsinə qayıtması üçün. Zaten uşağın vəziyyəti kritikdir, ağırdır, amma hər şey Allahın əlindədir, hər şey Yaradanın əlindədir. Əgər son anda çətin vəziyyətdə o uşağı oradan qurtarmaq mümkün olubsa, deməli Allah Taala onu bundan sonra da yaşadacaq. İnşallah bizə dua eləmək qalır. Elə efirin vasitəsilə də buradan deməli bütün zərər çəkmiş insanlara, yaxınlarına Allahdan səbr diləyirəm. Allah şəfa versin deyirəm və inşallah ki, Azərbaycanın xeyrsevər insanları, imkanlı şəxsləri bu ailəyə dəstək olar, kömək olar. Bu insanlar da sağalıb normal həyatlarına qayıdarlar və qalır onların ev məsələsi. Yəqin ki, inşallah ki, ev məsələləri də əsas can sağlığıdır. Ev məsələsi də daha sonra təsdiqini tapacaq. Düşünürəm ki, xeyrsevər insanlar bunu da göz ardı etməyəcəklər. Bu qədər. Allah səbr versin deyək, nə deyək? Bunları sizinlə paylaşıram, bütün Azərbaycan xalqına çatdırıram buradan və dediyim kimi kim maddi yardım, maddi dəstək vermək istəyirsə, aşağıda kart hesabı paylaşılıb və əlaqə nömrəsi paylaşılıbdır. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirəm.